Salam əziz abituriyentlər və ədəbiyyat sevərlər. Bu gün sizə 5-i 7-ci ay 2026-cı il tarixində keçirilmiş blok imtahanından ədəbiyyat suallarını izah edəcəm. Video sizin üçün faydalı olarsa, kanala abunə olaraq videonu bəyənməyi unutmayaq. Deməli, 61-ci sualda bizə Səməd Vurğunun Vaqif dramı ilə bağlı hadisələrin düzgün ardıcıllığını soruşur. Təbii ki, əsərin ardıcıllığına diqqət yetirərək oxumusunuzsa, bu sualı asanlıqla düz yaza bilərsiniz. Deməli, ilk öncə oxuyaq. Əli bəy atasına Eldardan kömək istəməyi təklif edir. Gülnar Vaqifin məktubunu Eldara çatdırır. İlyas arxadan Eldarı vurmaq istəyir. Kürdümsa güllə ilə onu öldürür. Qızı Gülnara baş çəkməyə gələn Əminə Vaqifin evindəki mehribanlığa sevinir. Əli bəy Gülnardan tüfəngi alıb Qacarın dəstəsinə qarşı döyüşə qoşulur. Deməli, ilk öncə başlamalıyıq 4-lə, yəni qızına baş çəkməyə gələn Əminəni buradakı mehribanlığın sevindirməsi. 4-lə başlayan variantımız da ya D-dir, ya da A-dır. Və biz görürük ki, ən sonda 5-lə bitirməliyik. Çünki bu hadisələrdən ən gec baş verən Əli bəy Gülnardan tüfəngi alıb Qacarın dəstəsinə qarşı döyüşə qoşulur bu fikirdir. 4-lə başlayıb 5-lə bitən cavabımız olacaqdır D variantı. 3, 1, 2 ardıcıllığına baxaq. Deməli, 4-cü fikri oxuduq. İlyas arxadan Eldarı vurmaq istəyir, Kürdmüsə güllə ilə onu öldürür. Həqiqətən də sonra 3 gələcək. Bir də Əli bəy atasına Eldardan kömək istəməyi təklif edir. Sonra 1 gələr. Sonra Gülnar Vaqifin məktubunu Eldara çatdırır. Sonra 62-ci sualda nöqtələrin yerinə yazıla bilən fikri müəyyən edin. Çahargah əfsanəsində alimin, hökmdarın ona qərəzli münasibət bəsləməsinə səbəb olur. Baxın, qərəz harda formalaşır? Hökmdar alimi saraya dəvət edir, ancaq alim bu təklifi qəbul etmir. Yəni, sarayda yaşamaq təklifini qəbul etməməsi. Vəzirlik məsələsi yox idi, vəzir olmağı təklif eləmir. Vəzirin sualını düzgün cavablandırmaması, alimin orada sualı cavablandırması ümumiyyətlə vəziri pis bir hala salır və həmçinin də bu əsərin artıq belə deyək, ortalarındadır. D-də hökmdarın eyiblərini üzünə deməsi yoxdur, vəzirlə ədavətinin olması yenə yoxdur. 63-cü sualda Cəfər Cabbarlının Oqtay Eloğlu əsərində Oqtay ilə Səməd bəyin ilk dialoqunda nələr məlum olur? Baxın, bizdən ilk dialoqu soruşur. Çünki Oqtay ilə Səməd bəyin bir neçə dialoq var. Bir də sənət yolunda böyük fədakarlığa hazır olması, bəli, bu var və biz hətta görürük ki, sənət yolunda özünü, öz ailəsini belə fəda etməyə hazırdır. Firəngizi saf bir məhəbbətlə sevməsi. Baxın, Firəngizi sevməsi var. Amma ilk dialoqda bu yoxdur. Hətta Səməd bəylə Oqtayın ilk dialoqunda biz nəyi görürük? Oqtayın öz əmisi qızına nişanlı olmasını, əmisinin onun nişanlısını başqa birinə verməsini və s. Yəni, Firəngizi sevməsi ilk dialoqda yoxdur. Rus teatrına yüksək maaşla dəvət olunması, bəli, Səməd bəy deyir ki, madam teatrda işləmək istəyirsən, sən Rus teatrından da çağırırlar. Ged orada işlə, nə vaxt burada teatr hazır olar, onda qayıdarsan. Deməli, 3 doğru. 4-də üzüyünü teatr binasının icarə haqqı yerinə girov qoyması. Baxın, bu üzüyünü verməsi məsələsi var, amma Səməd bəylə Oqtayın dialoqunda deyil. 5-də ailəsinin maddi vəziyyətinin ağır olması, bəli, doğrudur. Yenə biz bunu Səməd bəyin nitqindən öyrənirik. Deyir ki, yazıq anan neçə gündür neft də tapmır yandırmağa. Ona görə doğrudur. 6-da əmisinin onun nişanlısını başqasına ərə verməsi, bəli, bunu da bayaq dedik, doğrudur. Hətta deyir ki, əmin deyir ki, mən arvad tumanı geyən birinə qızımı vermərəm. Deməli, bizdən soruşurdu. Doğru fikirləri cavab olacaq 1, 3, 5 və 6. B variantı. 64-cü sual. Ana əsəri ilə bağlı doğru fikirləri müəyyən edin. Səlma ana gördüyü qorxulu yuxuları pis xəbər alacağı ilə əlaqələndirir. Bəli, yuxuları görür və sonra düşünür ki, görünür pis bir xəbər var. Bu doğru. 2-də Orxan İsmətin varlı ailədən olduğunu əsas gətirərək onu yoxsul Qampolada layiq görmür. Xeyr, bu səhvdir. Çünki İsmətin varlı ailədən olması əsərimizdə yoxdur. Deməli, hələ ki 1-i götürdük. 3-də İsmət Qampoladın tezliklə gələcəyi xəbərinə sevinsə də Orxanın intiqam alacağından narahat olur. Bəli, sevinir ki, Qampolad gələcək, amma sonra deyir ki, fəqət intiqam
dilərsə Orxan, xoşbəxt ikən birdən-birə bədbəxt olar İsmət. Deməli 3 doğrudur. 4. Səlma ana qərib və köməksiz hesab etdiyi üçün ona pənah gətirmiş Murada yardım edir. Bəli, və onu sona qədər də qoruyacağını deyir. Bu doğrudur. 5-də Qanpolad faciəsinin səbəbini öz taleyində gör. Bu çox məşhur bir cümlədir. Bəli, doğrudur. Deyir ki, düşmənim qanlı taleyimdir ana və qatilindən intiqam alınmasını istəmir. Elə özünün intiqam aldığını deyir. Deməli 5 də doğrudur. Qanpoladın ölümündən sonra İsmət canına qıymaq istəyir. Bəli, bura qədər düzdür. Amma ona mane olan Səlim deyildi. Səlma ana idi. Deyir ki, mən səndən daha layiqəm ölümə. Ona görə olacaqdır səhv. Doğru fikirlərimiz 1, 3, 4 və 5. 65-ci sual. Süleyman Sani Axundovun Nurəddin hekayəsindəki hadisələrin düzgün ardıcıllığı ilə bağlı uyğunluğu müəyyən edin. Deməli, bizi 3 fikir verib və bu 3 fikir arasına aid olan fikirlər lazımdır. Hacı Nəsir Gülpəri ilə evlənir, İmamverdi xəstələnir və dili tutulur, bir bu aralığa. Bir də İmamverdinin xəstələnib dili tutulmağı ilə faytonçunun atları saxlaya bilməyib Nurəddini vurması hissəsinin aralığına. A-da Rəhim Nurəddinin yaralarına baxmaq üçün şəhərin məşhur cərrahını çağırır. Baxın, hələ faytonçu Nurəddini vurur, sonra Rəhim bunu aparır evə, ondan sonra şəhərin cərrahını çağırırlar. Yəni bu A 3-cü fikirdən də sonra olmalıdır. Ona görə A-nı cavab olaraq çıxarıq. A-ları çıxdıqda bizim 2 variantımız gedir. Gülpəri Nurəddini də götürüb kəndə köçür. Hacı Nəsirlə Gülpəri evlənirlər. Daha sonra Hacı Nəsir ölür. Hacı Nəsir öldükdən sonra Gülpəri Nurəddini götürüb kəndə köçür. Bəli. Və ondan sonra gəlir İmamverdi babanın xəstələnib dili tutulması. Deməli B-ni yazacağıq 1-ə. C-də Hacı Nəsir oğlunu məktəbə qoyur. Hacı Nəsirin oğlunu məktəbə qoyması Hacı Nəsirin Gülpəri ilə evlənməsindən əvvəl idi. Ona görə biz C-ni də heç birinə yaza bilmərik. Cavabımız qaldı C variantı. D-də Nurəddin başına gələn hadisələri dilənçiyə nağıl edir. İmamverdi babanın xəstələnib dili tutulma xəbəri gəlir. Bundan sonra Nurəddin Gülpəri ilə Əmraslanın onu öldürmək barədə olan dialoqunu eşidir. Ondan sonra Nurəddin qaçır. Bax, həmin hissəyə aid ki, orada gedir, Cənnətəli ilə qarşılaşır və Cənnətəliyə başına gələnləri nağıl edir. Deməli, D-ni asanlıqla biz 2-yə yaza bilərik. Rəhimin evində ziyafət təşkil edilməsi bu artıq əsərin sonlarındadır. Yəni 3-cü fikirdən də sonra olmalıdır. Ona görə yeni də heç birinə yazmarıq. 1-ə B, 2-yə isə D. 66-cı sual. Əhməd Cavadın Səsli qız əsəri ilə bağlı yanlış fikirləri müəyyən edin. Məğlub xalqın heysiyyətinə toxunulması məsələsi də əks olunur. Bəli, orada qızların və gəlinlərin başına gələn məsələlər. Bu doğrudur. Xalqa yadlaşmış ziyalıların məsələkarlığı qaldırılan problemlərdən də xeyr, xalqa yadlaşmış ziyalı məsələsi yoxdur burada. Bu səhvdir. İnsanlığa qarşı törədilmiş vəhşi əməllər təsvir olunur. Bəli, bu da düzdür. Elə gəlinlər və qızların başına gələnlər, bunu deyə bilərik. Deməli, doğru. 4-də Sara nişanlısının intiqam vəsiyyətini yerinə yetirir. Xeyr, Sara ümumiyyətlə son nəfəsdə belə arqunu görməmişdi. Onun vəsiyyəti deyilən bir şey yoxdur əsərdə, səhvdir. Müxtəlif din nümayəndələri qalib hökmdara yaltaqlanır. Bəli, hətta var orada məqsədlə xaçın yan-yana getməyi. Deməli, bu da doğrudur. Bizdən soruşurdu yanlış fikirlər. Yanlış fikirlər cavab olacaq 2 və 4. 67-ci sual. Cəlil Məmmədquluzadənin Anamın kitabı əsərinə əsasən doğru fikirləri müəyyən edin. Deməli, doğruları soruşur. Qardaşların düşüncəsinə hakim kəsilən yad əqidə onlar üçün milli birlik və vətənpərvərlik anlayışlarının üstündən xətt çəkmişdir. Bəli, onlar hansı ölkədə təhsil alıblarsa, həmin ölkənin mənafeyinə uyğun olaraq dönmüşdülər. Ona görə bir doğru fikirdir. 2-ci sualda bir çox milli mənəvi dəyərlərə etinasız münasibət kəskin tənqid edilmişdi. Bəli, doğrudur. Senzor Mirzə Cəfərin dili ilə Çar hakimiyyətinin müstəqil Azərbaycan ideyası ilə bağlı narahatlığı ifadə olunmuşdur. Bəli, və bu səbəbdən də onların kitablarını bir-bir yoxlayırlar. 4-də
geriliyin, köhnə fikrin əsiri olmaq, yeniliyə qarşı çıxmaq cəmiyyət xeyriyyənin iclasında müzakirəyə çıxarılmış məsələlərdən. Xeyr, cəmiyyət xeyriyyənin iclasında belə bir məsələ müzakirəyə çıxarılmır. 5-də Azərbaycan xalqının düşdüyü vəziyyət bir ailənin timsalında ümumiləşdirilir. Bəli, bir tərəfdən Türkiyə meyilli, bir tərəfdən Rusiya və İran bütün bunların hamısını üç qardaşı əsas götürərək bir ailənin timsalında ümumiləşdirmişdilər. Bu doğrudur. 6-da uşaqların ağırlaşdırılmış dərs proqramı ilə təhsil alması. Baxın, bura qədər doğrudur. Orada xüsuf-küsuf dərslərinin keçirilməsi, ədəbiyyat proqramları ilə bağlı məsələlər. Bu hissəsi doğrudur. Amma uşaqların işlədilərək əməyinin istismar olunması belə bir məsələ əsərdə yoxdur. Bizdən doğruları soruşur. 1, 2, 3 və 5 olacaq cavabımız. C variantı. 68-ci sualda Eyler-Venn diaqramındakı doğru fikirləri müəyyən etmək tələb olunur. Deməli, Azad və Vətən yaraları əsəri. Milli azadlıq mübarizəsi əks olunmuşdur. Vətən yaralarında belə bir şey yoxdur. Bu, Azad əsəri ilə bağlı doğrudur. Hadisələri nəql edən obraz həyatın mənası barədə suallara cavab axtarır. Məsələn, Azad əsərində Fərdanın həyatın mənası haqqında suallara cavab axtarması belə bir şey yoxdur, səhvdir. Məqsəd birliyi olan obrazlar yaradılmışdır. Bəli, hər iki əsərdə var. Vətənin ikiyə bölünməsinə etiraz önə çəkilir. Yanlış fikirdir. Belə bir şey yoxdur heç bir əsərdə. 5-də övlad həsrəti çəkən ana obrazı yaradılmışdır. Vətən yaralarında yenə yoxdur. 6-da təhsilini yarımçıq qoyaraq cəbhəyə yollanan obrazlar iştirak edir. Bəli, vətən yaraları ilə bağlı doğrudur. Övlad həsrəti çəkən ana obrazı yaradılmışdır. Bu, Azad əsəri ilə bağlı doğrudur. Deməli, cavabımız 1, 3 və 6. 69-cu sualda Kitab-ı Dədə Qorqud eposunda iştirak edən obrazlarla bağlı doğru fikirlər müəyyən edin. Deməli, doğrunu soruşur. Qaragünə Qazan xanın yuxusunu yozaraq ona yurda dönməyi tövsiyə edir. Baxın, yuxusunun bir hissəsini yozur, qalanını yoza bilmirəm, Allah yozsun deyir. Bir də yurda dönməyi tövsiyə etmək məsələsi burada yoxdur. Qazan xan özü yurda dönmək qərarına gəlir. Ona görə bir səhvdir. 2-də Burla xatun bəy qızı olsa da saray həyatından könüllü şəkildə imtina edərək Qazan xanın dəstəsinə qoşur. Baxın, saray həyatından könüllü olaraq imtina etmək bu Koroğlu dastanı ilə bağlı bir fikirdir. Plus da Qazan xanın özü də xan idi. Belə deyək, yəni Sara xatun özü yoxsul yerə gəlməmişdi ki. Ona görə 2 yanlış fikirdir. Qaraca çoban kafirlə qarşılaşarkən ilk olaraq Qazan xanın anasının geri qaytarılmasını istəyir. Səhvdir, çünki Qazan xan özü ilk olaraq anasını istəyir ki, at ayağı altında qalmasın. 4-də Qabancıcı və Dəmirgücü düşmənlə mübarizə zamanı şəhid olurlar. Bəli, Qaraca çobanın qardaşları düzdür. Aruz qoca ova gedən Qazan xanın yurdun başına hələ təcrübəsiz igid olan Uruz bəy qoymasına etiraz edir. Xeyr, etiraz etmir. Sadəcə deyir ki, kimi qoyacaqsan? Qazan da oğlu Uruzun qalacağını deyir və Aruzun ona qarşılığında hər hansısa bir cavab verməsi yoxdur. 6-da Qazan xan oğlunun adsan qazanmaması səbəbindən gələcəkdə taxt tacın ona verilməyəcəyindən narahatlıq keçirir. Bəli, orada deyir ki, sağına baxır, gülür, soluna baxır, gülür, ancaq qarşısına baxanda oğlu Uruzu görüb. Ağlayır, deyir, sonumu andım, mən öləndən sonra birdən taxt tacımı sənə verməzlər. Ona görə 6 da doğrudur. Bizdən doğruları soruşurdu. Cavabımız oldu 4 və 6. Yəni B variantı. 70-ci sual. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Deməli, ilk öncə hər 3 əsərə aid olan fikir, sonra 2 əsərə aid fikir, sonra da 1 əsərə aid olan fikir lazımdır. Əsas qəhrəman xeyirxah insanlardan dəstək görür. Məsələn, Bomba əsərində xeyirxah insanlardan dəstək görmək belə bir motiv yoxdur. 2-də yaxşı və pis tərbiyə məsələsinə
Yer verilir. Yaxşı və pis tərbiyə məsələsinə də Nurəddin əsərində yer verilir. Yenə məsələn bomba əsərində verilmir. Səhvdir. Əsərlərdən yalnız ikisinə aid fikir. Xəbərçiliyə, satqınlığa təhrik edilən obraz yaradılmışdı. Bu bomba əsərinə aiddir. Nurəddin və Anabacıya aid deyil. Ona görə 3-ü də çıxdıq. 4-də hadisələr obraz təhkiyəsinə əsaslanmır. Anabacı bəli, obraz təhkiyəsinə əsaslanır, amma bomba və Nurəddin əsaslanmır. Ona görə 4 doğrudur, əsərlərdən ikisinə aiddir. Əsərlərdən yalnız birinə aid fikir. Hadisələrin gedişində müəllifin baş qəhrəmanla bağlı düşüncələri dəyişir. Bəli, Anabacı əsərinə görə götürə bilərik. 6-da xeyir-şər qarşıdurması motivi önə çəkilir. Yenə Nurəddində xeyir və şəri təmsil edən obrazlar, ona görə 6 da doğrudur. Cavab 4, 5, 6. A variantı. 71-ci sual. Cümləni hansı fikirlərlə tamamlamaq mümkündür? Xaqani Şirvaninin Gənclərə Nəsihət əsərində insan xarakterindəki mənfi və müsbət xüsusiyyətlər qarşı-qarşıya qoyulur. Bəli, bu doğrudur. Məsələn, bivəfa olmamaq müsbət xüsusiyyətdir. Vəfasızlıq etmək mənfi xüsusiyyət. Daha sonra az dostluq etmək müsbət xüsusiyyətdir və s. Deməli, 1 doğrudur. 2-də gənclərə vəfasız olmamaq tövsiyə olunur. Bəli, vəsiyyət edirəm, olma bivəfa. Düzdür. Doğma yurdun gözəllikləri məsələsi bu əsərdə yoxdur. Səhvdir. Gənclərə keçmiş hökmdarları özlərinə örnək seçməmək nəsihət edilir. Yenə keçmiş hökmdar məsələsi yoxdur. Nadanların tərifinə aldanmamaq təbliğ olunur. Bəli, nadanın tərifinə aldanmayasan. 5 də doğrudur. Cavab 1, 2 və 5. Y variantı. 72. Nəcəf bəy Vəzirovun Müsibət Fəxrəddin əsərindəki obrazlarla bağlı doğru fikirləri müəyyən edin. Deməli, Rüstəm bəyin daxili aləmi əsasən onun monoloqlarında açılır. Bəli, elə əsərin lap əvvəlindəki monoloqundan biz Rüstəm bəyin hansı işləri törətdiyini görürük. Ona görə 1 doğru. Fəxrəddin cismən məhv olsa da, köhnəliyin təmsilçisi olan qüvvələrin üzərində mənəvi qələbə qazanır. Bəli, cismən məhv olur, faciədir, sonda özü ölür. Ancaq təbii ki, onun idealı yaşayır, yəni mənəvi qələbə qazanır. 2 düzdür. 3. Səadət xanım atasının qorusundan Fəxrəddinə dəstək göstərə bilmir. Bu səhvdir. Çünki, məsələn, eşidəndə ki, atası başa yenidən bəla açmaq istəyir, Fəxrəddini bundan xəbərdar eləyir. Həmçinin Fəxrəddinin son nəfəsində onun yanında olur. Fəxrəddinin yaratdıqlarını qoruyub saxlayacağını deyir. Ona görə 3 yanlışdır. 4-də Gülbahar Mahmud bəyin ailəsinə baş verən faciələrdə anasını müqəssir bilir. Xeyr, anasını günahkar bilməsi yoxdur, yanlışdır. Mahmud bəy atasının qisas planının ailəsinin başına müsibət gətirəcəyini dərk edir. Bəli, və deyir ki, belə ki başlamısan, öz evində bayquş olacaq. Ona görə 5 də doğrudur. Doğrularımız deməli 1, 2 və 5. Cavab oldu D. 73-cü sual. İsmail Şıxlının Namərd Gülləsi hekayəsində hadisələrin səbəb-nəticə münasibətləri ilə bağlı uyğunsuzu soruşur. Deməli, Mürşid Niftalı Koxanı namərdcəsinə vurur. Nəticədə də Kərəm Mürşidi dəstəsindən qovur. Bəli, onun atını da, silahını da əlindən alıb qovurlar. Deməli, bu doğru fikirdir. Niftalının atası Mürşidə sığınacaq və torpaq verir. Baxın, sığınacaq verir, düzdür, amma torpağı verən Niftalının özü idi. Ona görə 2 səhvdir. 3-də Niftalı hökumət adamlarının buyruğunu yerinə yetirməli olur. Və nəticədə də uşaqlıq dostu Kərəmlə münasibəti dəyişir. Bəli, orada qeyd olunub ki, vəzifə bir boyunduruqdur, salırlar başına və hətta var ki, istər-istəməz Niftalı çoxalğa keçəndən bəri xətrə dəyməli olmuşdu. Deməli, düzdür. 4-də Mürşid öz ata yurdundan didərgin düşür. Baxın, Mürşidin ata yurdu haraydı? Biz onu bilirik. Xeyr, o hardansa gəlmişdi. Və Niftalının atası da ona sığınacaq verir. Niftalı sonradan özü ona torpaq verir. Ata yeri olmur ki onun. Biz ata yurdunu bilmirik onu. Ona görə 4 səhvdir. Həmçində Kərəm ona dəstəsinə qoşulmağa icazə verir. Bunun səbəbi deyildi ki, Mürşidin hardansa didərgin düşüb gəlməyi. 5-də Mürşid ailəsinə pis baxır, arvadını incidir. Nəticədə Niftalı bunu eşidir və Mürşidlə sərt danışır, onu qamçı ilə vurur, atdan yerə salır. Yəni onu cəzalandırır. Doğrudur. Bizdən uyğunsuzluqları soruşurdu. Cavabımız oldu 2 və 4.
74-cü sual. Cümləni hansı fikirlərlə tamamlamaq olmaz? Yəni yeni səhvləri götürərik. Bir də Daşdəmirlə Bəyimi xidmətdən azad edir. Bəli, son dialoqundan görürük ki, Daşdəmirlə Bəyimi xidmətdən azad edir və bir də kəndlərdən daha vergi almayacaqdır. Deməli, 1 ilə 5-i çıxırıq. Cavabımız 2, 3, 4-dür. Seyid Hüseynlə ailə qurması, millətin yazıq hesab edilməsinin əleyhinə olması, gizli görüşə gəlmiş Knyaz Xasayla Dağıstana getməkdən imtina etməsi əsərin digər hissələrində əks olunub, amma son dialoqdan Bəyimi azad etməsi və bir də vergi almayacağı qeyd olunub. 75-ci sual. Əkinçi və Neylərdin ilahi əsərləri ilə bağlı Venn diaqramı. Mülkədar özünü ifşa üsulu ilə tənqid edilir. Bəli, əkinçidə mülkədar öz nitqi ilə tənqid olunur, düzdür. Həzzəc bəhrindədir, həm əkinçi, həm Neylərdin ilahi. İkisi də həzzəcdir. 2 səhvdir, kəsişməyə yazılmalıdır. Sujetli satirik şeirdir. Bunların heç biri sujetli deyil, ona görə 3 də səhvdir. Ahəngdarlıq hecaların uzanması və qısalması hesabına yaradılır. Yəni hər ikisi əruz vəznindədir, ona görə 4 də düzdür. 5-də şeir vahidi bənddir, Neylərdin ilahi beyt formasına yazılıb, səhvdir. Cəhalətin bütün aləmdə hökm etməsi fikri vurğulanır. Bəli, hökm edəcəkmiş, bütün aləmdə cəhalətdir. Ona görə 6 da düzdür. Cavabımız 1, 4, 6. 76-cı sual. Cədvələ əsasən Anarın keçən ilin son gecəsi əsəri ilə bağlı uyğun fikirləri müəyyən edin. Baxın, məzmunla bağlı doğrunu götürməliyik, forma ilə bağlı yanlışı götürməliyik. Bayram günündə övladlarının hərəsinin bir yerə getməsi ananın onlardan inciməsinə səbəb olur. Ananın inciməsi yoxdur, bu səhvdir. Həyat yoldaşının səs yazısını dinləyən Həmidənin qəlbinə bir sakitlik gəlir. Doğrudur. Həmidə qonşu qadınların qınağından çəkindiyi üçün bayram gecəsi çilçırağı səhərəcən söndürmür. Xeyr, orada qonşu qadınlardan çəkinməsi yoxdur. Sadəcə deyir ki, qoy desinlər ki, bu evdə də yeni ili qarşılayırlar. Ona görə bu da səhvdir. Deməli, məzmunla bağlı sadəcə 2-ni götürdük. Forma ilə bağlı yanlış. Aid olduğu ədəbi növdə həyatı əks etdirmə üsulu təsvir və təhkiyə əsaslanır. Təsvir və təhkiyə biz bilirik ki, epik əsərlər üçün xasdır. Keçən ilin son gecəsi isə dramdır. Ona görə 4 səhvdir. Müəllif hadisələrə müdaxilə edə bilmədiyi üçün dialoq və monoloqlar vasitəsilə obrazlar haqqında fikir formalaşdırır. Bəli, bu doğrudur. Nəsrlə yazıldığı üçün lirik parçalara yer verilmir, səhvdir. Orada nəvəsi üçün bayatı deməsi var. Ona görə 6 da yanlışdır. Deməli, 2-ni doğrudan götürərik, yanlışdan da 4 və 6-nı. Cavabımız 2, 4, 6. 77. Qasım bəy Zakirin Badi Səba mənim dərdi dilimi əsəri ilə bağlı yanlış fikirləri müəyyən edin. Səhvləri götürəcəyik. Aşıq sevgilisinin ayaqlarına düşərək öz çarəsizliyini bəyan edir. Baxın, buna çox rast gəlirik biz bu cümləyə. Bu cümlə səhvdir. Çünki aşıq onun ayaqlarına düşmür. Bu Səbaya deyir ki, düşüb ayağına sən o zalımın, söylədinmi necəliyin halımın? Yəni, özü düşmür ayağına. Ona görə bir səhvdir. Aşıq dərdini sevgilisinə birbaşa çatdırmır. Bəli, bu doğrudur. Səba vasitəsilə çatdırmaq istəyir. Sevgilisinin onları ayırmaq istəyənlərin sözlərinə inanması aşıqı dərdə salıb. Belə bir cümlə yoxdur əsərdə. Badi Səba aşıqın sözlərini ünvana çatdırmaqda aciz olduğunu etiraf edir. Xeyr, belə bir şey də yoxdur. Sevginin gözəlliyi səmimi bir dillə təqdim olunur. Bəli, sevgilisini xublar şahı, yəni gözəllərin şahı belə adlandırır. Bu doğrudur. Bizdən yanlışları soruşurdu. 1, 3, 4. Cavab oldu Y variantı. 78-ci sualda Məhəmməd Füzulinin Leyli və Məcnun əsəri ilə bağlı yanlış fikirləri istəyir. Bir də əsərdə mənəvi azadlığa, müstəqil düşüncəyə imkan verməyən adətlərdən də bəhs olunmuşdur. Bəli, doğrudur. Anasının Leyliyə nəsihəti hissəsində o dövr üçün səciyyəvi olan mənəvi, əxlaqi, etik dəyərlər də öz əksini tapmışdır. Bəli, məsələn, aşıqlı kişinin qıza layiq olmaması və s. doğrudur. Dövrün təzyiqlərindən dolayı Leyli ömrünün sonuna qədər öz eşqindən anasına belə söz açmır. Bu səhvdir, çünki son anında, yəni ölüm ayağında Leyli anasına danışır və hətta Məcnuna toxunmamalarını istəyir.
Ona görə bu səhvdir. Təqiblərə, əzablara dözən, ağır işgəncələrə məruz qalan Məcnun bəzən eşqindən usanır, əqidəsindən dönür. Bu fikir yanlışdır. Ümumiyyətlə Məcnun əqidəsindən dönsəydi, öz sevgisindən vaz keçsəydi, bu zaman yəqin ki, biz bu gün Leyli və Məcnun əsərini keçməzdik. Yanlış. Anası Məcnunun aşiq olduğunu eşidəndə onu bu yoldan çəkindirməyə çalışır. Bəli, doğrudur. Deməli, bizdən yanlışları istəyirdi. Ona görə cavabımız olacaq 3 və 4. 79. Rəsul Rızanın Qızılgül olmayaydı poemasından verilmiş nümunə ilə bağlı yanlış fikir müəyyənləşdirin. Evinizə getmədim. Buna nə ehtiyac var? Gecə yoxa çıxanları gündüz kim axtarardı? O gəlmədi. Demək, gələ bilmədi. Müəllifin Dilbar xanımla olan ilk söhbətindəndir. Baxın, bu səhvdir. Niyə? Çünki ilk söhbət deyil. İlk söhbət hələ qapını açır, birinci tanımır, ondan sonra məsələn paltosunu asmağı deyir, sonra məsələn Nigar Rəfibəylinin gəlməsi var. Yəni bu daha sonralar baş verir. Ona görə A səhvdir. Müəllifin özünə haqq qazandıran fikirləri əks olunmuşdur. Bəli, məsələn, burada deyir ki, evinizə gəlmədim, deyir, buna nə ehtiyac vardı? Onsuz da gecə yoxa çıxanları gündüz heç kəs axtarmırdı, yəni ona görə gəlmədim. Bu doğrudur. Repressiya uğrayanların taleyi barədə fikir formalaşdırır. Bəli, gecə yoxa çıxanları deyir, yəni ümumilikdə deyir. Ona görə C də doğrudur. D-də cavab tələb etməyən sualdan istifadə edilmişdir. Bəli, gündüz kim axtarırdı? Sonra buna cavab verilmir. Düzdür? Və bilirik ki, Rəsul Rızanın Çinar ömrüdür, Qızılgül olmayaydı poemasıdır. Bunlar sərbəst şeir formasında yazılmış əsərlərdir. Cavabımız oldu A variantı. 80-ci sual. Həyatı əks etdirmə üsulu baxımından məntiqi ardıcılığı tamamlayan əsər müəyyən edin. Həyatı əks etdirmə üsulu baxımından bilirik ki, növlər formalaşır. Həyatı əks etdirmə üsulları tərənnümdür, təsvir, təhkiyədir və göstərmədir. İndi Vəfa pyesdir, Muğan poemadır. Yəni, Vəfa dramatik növdə yazılmış əsərdir, Muğan epik növdə yazılmış əsərdir. Bizə nə lazımdır? Tərənnüm əsasında formalaşan, yəni lirik növə aid bir əsər. Və deməli cavabımız olacaqdır Y variantı, Bəxtiyar Vahabzadənin Vətəndaş şeiri lirik növdədir. 81-ci sualda Mir Cəlalın Açıq Kitab romanında Verdiyev obrazı ilə bağlı doğru fikirlər müəyyən edin. Verdiyev bilirik ki, direktor obrazı idi. Bir də taxıl tədarükü idarəsində işləyərkən qanunsuzluğa yol verir. Qanunsuzluğa yol verən taxıl idarəsində işləyən kim idi? Gəldiyev. Bir səhvdir. Komissarlar Sovetinin iclasında söylədiyi nitq uğurlu alınmır. Bəli, Gəldiyevin də orada olmadığından tamamən təlaşlanır. Düzdür. Xaraktercə zəif və qorxaq insandır, təsir altına tez düşür, düzdür. Vəzifəsini qorumaq üçün yanlış qərarlar qəbul edir, tələbəni universitetdən xaric etmək kimi və çarəsiz qalanda da verdiyi əmri dəyişir, bu da düzdür. Onun rəyasət düşkünlüyü institutda dərslərin tələbələrin mənafeyinə zidd olan tədris üsulu ilə keçilməsinə səbəb olmuşdur. Bu səhvdir, dərslər briqada üsulu ilə keçirilirdi və bu da tələbələrə zidd deyildi. Ona görə cavabımız 2, 3, 4. 82. Həmzənin Qıratı qaçırması qolunda Koroğlu kimdən nəyi öyrənir? Həmzədən Qıratın Toqatda saxlandığı yeri. Xeyr, səhvdir. Deməli, bunu qarıdan öyrənir. Nigar xanımdan qaladan çıxış üçün 5 yolun olduğunu, belə bir şey yoxdur. Qarıdan Həmzənin toyunun keçilməsini, bəli, bunu qarıdan öyrənir. Hasan Paşadan Qıratın mehtərləri şirkət etdiyini, xeyr, çər dəymiş, heç kəs özünə yaxın buraxmır. Bax, bunu deyən də qarı idi. Ona görə 4 də səhvdir. 5-də Dəli Mehtərdən Həmzə və Duratın yoxa çıxmasını, bəli, bunu xəbəri Dəli Mehtər gətirir. Qoca biçincidən şəhərə necə girməli olduğunu, qoca biçinci məsələsi biz bilirik ki, bu Durna teli qolundadır. Ona görə 6 da səhvdir. Cavabımız olur 3 və 5, C variantı. 83. İkinci nümunədə işlənsə də birinci nümunədə işlənməyən bədii təsvir vasitələrini müəyyən edin. Yəni, ikinci nümunədə olsun, birinci nümunədə isə olmasın. Gözlərini şehlə silib oyanan, ürkək-ürkək sağa sola boylanan, dağ döşündə boynu bükük dayanan, bənövşənin indi gülən vaxtıdır. Bir körpə uşağam, beşiyim sular, saçlarım gümüşə batar xəzərdə, sinəmdə nə qədər şirin duyğular,
coşar, dalğalanar, artar Xəzərdə. Deməli, biz baxırıq ki, bir körpə uşağam, özünü uşağa bənzədir, beşiyim sular, beşiyini də suya bənzədir. Burada təşbih var. Amma məsələn, birinci cümlə şeirə baxırıq ki, birinci şeirimizdə heç bir təşbihdən istifadə olunmayıb. Deməli, bir-biri götürərik. Metafor: saçlarım gümüşə batar Xəzərdə. Sinəmdə nə qədər şirin duyğular coşar, dalğalanar, artar Xəzərdə. Duyğuların coşmağı, dalğalanmağı və s. metafordan istifadə olunub. Gözlərini şehlə silib oyanan, ürkək-ürkək sağa-sola boylanan, dağ döşündə boynu bükük dayanan, bənövşənin indi gülən vaxtıdır. Burada da yenə metafordan istifadə olunub. Yəni hər ikisində var, ona görə götürməliyik. 3-də epitet. Baxın, burada deyir ki, şirin duyğular. Şirin duyğu, epitet var. Amma birinci şeirimizdə yoxdur. Ona görə 3-ü də götürərik. Bizə təsvir vasitəsi deyir. Ona görə bədii təzaddır, inversiyadır. Bunları çıxırıq, çünki bunlar ifadə vasitəsidir. Və metonimiyada heç birində istifadə olunmayıb. Ona görə doğru cavabımız 1 və 3. 84. Çingiz Aytmatovun Gün var əsrə bərabər əsərindəki obrazlarla bağlı yanlış fikirləri müəyyən edin. Sabitcan və Yedigey. Ana beyit qəbristanlığının taleyinə laqeyd yanaşır. Bəli, Sabitcan laqeyd yanaşır. 2-də manqurtla bağlı əhvalatı təfsilatı ilə dilə gətirir. Xeyr, Sabitcanın bu əhvalatı dilə gətirməyə belə bir şey yoxdur. İşini itirməkdən ehtiyat edir. Bəli, bu doğrudur. Hətta bunu qeyd edir ki, buradan bir xəbər eləyərlər, oradan da məni qovalar. Ona görə 3 doğrudur. Yedigey ilə bağlı sözünün yerə salınacağını bildiyi üçün Sabitcandan kömək istəmir. Xeyr, orada Sabitcana yaxınlaşır və onunla necə eləyə bilərlər ki, ana beyit qəbristanlığına heç nə olmasın, amma təbii ki, bu söhbətinə peşman olur. Yəni, kömək istəmir, səhvdir, kömək istəyir. 5-də qarşılaşdığı manqurtlar sayəsində həyata və insanlığa olan inamını itirir. Xeyr, inamını itirməyi yoxdur. Düşünür ki, özü, yəni tək də olsa yenə də gedəcək. Qazanqapın vəsiyyətini yerinə yetirmək üçün əlindən gələni edir. Bəli, doğrudur. Deməli, cavabımız olur 2, 4 və 5. 2, 4, 5. 85-ci sualda Eyler-Venn diaqramına əsasən düzgün fikirləri müəyyən edin. Üz çevir Ağa Məhəmməd xandan. Ey kəmtər gədə, ta həyatın var ikən nə şahə, nə xunxarə bax. İxtilatın şirin sözün məzəli, şəkər gülüşündən canlar təzəli, ellər yaraşığı, ölkə gözəli, nə gözəl doğubsan anadan pəri. Deməli, birinci fikir qəzəl janrındadır və həqiqətən də bizim birinci beytimiz qəzəl janrındadır. Ona görə biri birə yazdığı üçün doğrudur. 2-də məsnəvi kimi qafiyələnir. 2-ni də birə yazıb. Məsnəvi bilirik ki, cüt-cüt qafiyələnir. A, B, B, C, C bu cür. Amma gəda, bax, deməli bu məsnəvi formasında qafiyələnməyibdir. Ona görə 2 yanlışdır. 3-də heca vəznindədir. Heca vəznində olan bizim pəri qoşmamızdır. Ona görə 3-ü də kəsişməyə yazıb səhvdir. 4 lirik növdədir. Hər ikisi şeir olduğu üçün lirik növdədir. 4 doğrudur. 5 qoşma janrındadır. Pəri qoşmadır. Bəli. 5 də doğrudur. 6-da ictimai motivlidir. Pəri ictimai deyil, pəri gözəlləmədir. 6-nı da yazmalıydı. Birinciyə yazmadığı üçün səhvdir. Deməli, cavabımız 1, 4 və 5 olacaq. 86-cı sualda cədvələ əsasən Mirzə Fətəli Axundzadənin Aldanmış Kəvakib əsəri ilə bağlı uyğun fikirləri müəyyən edin. Doğrudan doğru, yanlışdan isə yanlışı götürməliyik. Yusif Sərrac məhkəmə işlərinin ruhanilərdən alınıb ədalətli mənsəb sahiblərinə verilməsini tapşırır. Bəli, doğrucul insanlara verilməsini tapşırır. Ona görə bir doğrudur. Şah Abbas əmr edir ki, ruhanilər şəhərdə 1/10, kəndlərdə 20/1 hissə vergi versinlər. Xeyr, Şah Abbasla bağlı belə bir şey yoxdur, səhvdir. 3-də qoşunların say bərabərsizliyi Sərdar zamanı Osmanlı ordusu ilə döyüşdən çəkindirir. Xeyr, bu da səhvdir. Deyir ki, hərçənd biz də say olaraq onlardan az deyildik. Ona görə 3-də yanlışdır. Doğrudan sadəcə 1-i götürdük.
Yanlış. Vəzir Mirzə Möhsün vergi məsələsində təcrübəsizlik etdiyinə görə özünü qınayır. Xeyr, Vəzir Mirzə Möhsünün özünü qınaması yoxdur. Bu səhvdir. Səhvin altına yazıldığı üçün götürərik. Şah Abbas və yüksək rütbəli saray məmurları tənqid hədəfinə çevrilir. Bəli, doğrudur. Vəzifədən azad edilmiş bəzi dövlət məmurları hakimiyyətə qarşı üsyan təşkil edirlər. Bəli, Yusif Sərracı da taxtdan salırlar. 6 da düzdür. Doğrudan doğru 1, yanlışdan yanlış 4. Deməli cavab oldu 1, 4. 87-ci sualda Mirzə İbrahimovun Gələcək gün əsərinə əsasən düzgün səbəb-nəticə əlaqəsini müəyyən edin. Deməli, Musa kişi dəcin pozulması ilə bağlı Qurana əl basmaqdan imtina edir və bunun nəticəsində də Hikmət İsfahaninin göstərişi ilə həbsə göndərilir. Xeyr, Musa kişini döyürlər, həbsə getmir. Döyülməyə məhkum edilir, bəli. Ona görə B-ni götürərik. Mal-mülkü ərbab tərəfindən müsadirə olunur. Xeyr, mal-mülkün müsadirə olunması yoxdur təbii ki. Sonra ikinci. Firidunun ailəsi doğma torpağı tərk etmək məcburiyyətində qalır. Buna səbəb nə idi ki, onlar doğma yurdu tərk etmək məcburiyyətində qalırlar? Firidun ərbabın oğlunu döyür, ona görə də doğma yurdu tərk etməli olurlar. Atası Firidunu Tehranda oxutmaq istəyir. Xeyr, malikanənin köhnə sahibi ilə Firidunun atasının münasibəti pozulur. Xeyr, köhnə sahibi yox, artıq təzə sahib gəlmişdi. Deməli, 1-ə B, 2-yə isə A. Doğru cavabımız oldu bu. Daha sonra bizə verilib Dədə Palıd əsərdən bir parça. Yəqin ki, mətndən hər kəs tanışdır. Birbaşa keçək sualların izahına. Yenə mətnə baxa bilərsiniz. 88-ci sual. Məlikzadənin Dədə Palıd parçası və Hüseynovun Zəhər əsəri əsasında cədvəli doldurun. Baxın, deməli, məzmun oxşarlığı və bir də obrazların fərqli xüsusiyyəti. Məzmun oxşarlığı, məsələn, hər ikisində meşələrlə bağlı yaranan problem yaza bilərik. Məsələn, meşələrlə bağlı problem. Sonra məsələn yaza bilərik ki, ağaclara laqeyd münasibət. Ağaclara laqeyd münasibət. Bu, hər iki əsərdə rast gələ biləcəyimiz məsələlərdir. Daha sonra obrazların fərqli xüsusiyyətləri. Bağır obrazı ilə bağlı və Mirqasım obrazı ilə bağlı. Bağır obrazı ilə bağlı nə deyə bilərik? Deyərik ki, diqqətsizdir. Yəni meşədə yaranmış problemi vaxtında müəyyən eləyə bilmir. Məsələn, qısaca elə yazaq, diqqətsizdir. Yəni ağacın artıq məhv olmasını sonda görür. Mirqasım obrazı ilə bağlı nə deyə bilərik? O məsuliyyətli idi, vəzifə borcunu layiqincə yerinə yetirməyə çalışırdı. Sonra yaza bilərik ki, məsələn, nikbindir. Yəni indi cümlələri də yazmalısınız. Mən sırf bir söz yazdım. Nikbindir. Məsələn, buna nə cümlə yaza bilərik ki, daha neçə bu cür meşələrin salınacağına düşünürdü, ümidli idi. Və s. 89-cu sualda müqayisə cədvəlini əsərlərin növ və janr xüsusiyyətləri əsasında doldurun. Məlikzadənin Dədə Palıd əsəri yazıb özü povestdən bir parça olduğunu, povest bilirik ki, epik növdə yazılan bir əsərdir. Yaza bilərik, epik növdədir. Cəlil Məmmədquluzadənin Anamın kitabı əsəri bu tragikomediyadır. Tragikomediya və həmçinin də həyata əks etdirmə üsulu göstərmədir. Yəni yaza bilərik ki, dramatik növdə yazılıb. Oxşar olaraq yaza bilərik ki, nəsrlə yazılıb hər ikisi və hər ikisində də sujet xətti var. Hər ikisində sujet xətti var. Daha sonra 90-cı sualda Məlikzadənin əsərindən verilmiş parçaya əsasən cədvəli doldurun. Bədii təsvir vasitələri və bədii ifadə vasitələri. Bədii təsvir vasitəsinə məsələn nə yaza bilərik? Yaza bilərik epitet və həmçinin metafor. İndi bu ikisinə hardan rast gəlirik? Baxın, bizə burada deyir ki,
Kürün sahilində ensiz bir meşə zolağı qalıb, meşənin səsi azalıb. Bu meşənin səsi azalıb. Burada metafor var. Ağaclar daha əvvəlki kimi pıçıldaşmır. Burada da metafor var. Bax, bu ikisinə metafor yazıb qarşısına bu cümlələri yaza bilərsiniz. Sonra epitetə daha kürdə dalğalı dili ilə. Dalğalı dil. Burada da epitetdən istifadə olunub. Sonra başqa məsələn nə yaza bilərik? Daha dəqiq baxaq. Kür də susmuşdu. Birdən meşədəki qurumuş ağaclar Baharın diqqətini cəlb etdi. Məsələn, gizləndiyi qoca palıdın düşdüyü vəziyyət idi. Qoca palıd yenə epitetdən istifadə olunub. Bunları yazdıq təsvir vasitələrini. Daha sonra ifadə vasitəsi. İfadə vasitəsi bizdə var. Bədii sual və bir də inversiya. İnversiya. Baxın, deməli, bədii suala nə yaza bilərik? Bədii suala yaza bilərik ki, bu nədir? Dədə palıd. Yoxsa can verirsən? Bədii sualdır. Yoxsa ölməyə hazırlaşırsan? Bədii sualdır. Sonra məgər o bilmir ki, bağır bu diriyi öz xoşu ilə salmayıb. Bu da bədii sualdır. Heç birinə cavab verilmir. İnversiyaya yazarıq ki, bu nə vaxtdan başlayıb qurumağa? Bu qurumağa nə vaxtdan başlayıb? Yəni, bu cür düzəltsək olar. Xəbər sonunda gəlməyib. Bunu da inversiyaya yaza bilərik. İnşallah ki, izah sizlər üçün faydalı oldu. Sağ olun, sağlıqla qalın.